özünü aşıq kimi sayırsan, yoxsa saz ifaçısı kimi? Mən aşıq oğluyam, aşığam. O dünən sənin verişində deyirsən, mən illərdir, 30 ildir, 20 ildir bu sənətdəyəm. Mən deyirəm ki, indiki əlinə saz götürənlərin heç bir aşıq deyil. Çünki aşıqlıq sənəti mən atamdan görmüşəm. O qədər uzanır ki, bunun yolu qurtarmaq bilmir. Əslində mən istəmirəm o, mən onun adını da çəkmirəm. Danışmırsın. Mən elə fikirləşirdim Vallahi ki, bilmirdim. yox, elə bir fikirləşirdim ki, o hacca gedib düzəlib gələr bura. Hacca getdiyi laf da tərsinə oldu. Yəni, amma bir söz deyim sənə. Mən dedim, axı mənim dalınca danışmayın, mən də sizi reklam eləməyəcəm. Bəsdir. Bilək deyirsən məndə, barmaq deyirsən məndə. Gəlsin bir dənə bax, Liboy bir aşıq. Dayanma durmadan bax. Bunu saatlarla ifa eləsin, mən bu sazı qoyaram bir yerə. Hərənin öz yolu var, mənim yoluma qarışmasınlar. Mən özüm işimlə məşğulam. Heç kimlə işim yox, gücüm yox. Qardaş, qoyun oturum yerimdə. Mən də bəs də onu reklam elədin efirdə, bunu reklam elədin. Mən də heç birinizi reklam eləməyəcəm. Bu axırıncı bir işdir. Oldu, bitdi. Səni məncə Namikdən küstürən başqa bir şey olub. Nədir deyəcəm? Namik ola bilər ki, sözünü düzgün ifadə etməyib. Orada dedilər ki, sənin bir neçə evin var. O da dedi ki, ucuz evlərdir. Yəni, evin ucuzu, Allah hər kəsə ev qismət Evin versin. ucuzu olur ki, evin birincisi ucuzu olmur. İndi şükür Allah, öz zəhmətimlə, öz gücümlə, əziyyətimlə qazanmışam. Amma o nəyə qazanır? O heç, valla o efirdə məsələn son, bu saat girsək səni mən durub gedəcəyəm. O girməyəcək içəri. Çünki mənim səviyyəmdə deyil, mənim şəxsiyyətimdə deyil. Qardaş, bu adam əvvəldən mən bunu aşıq gözündə görmürəm və özünə də demişəm. Davamız da olubdur, söz-söhbətimiz də olubdur. Axırıncı səfərdə demişəm ki, qardaş, sənin məndən efirlərdə işin olmaz.